30 il bundan qabaq dünyasını dəyişibdi. Hacı Ağa Fəxri Tehrani, Ağa Fəxri Tehrani adı budur. Ki bu Cəmşəran yanında Bəqi qəbirstanlığı ki vardı, orada dəfn olunubdu. Böyük mərifət əhli olub, arif olub. Onun qabaq yaşam tərzi, yaşayışı adi institut, universitet tələbəsi olubdu. Yaxşı oxuyub dərslərini, şah zamanında da inqilabdan qabaq dərslərini yaxşı. Bəzi elmi olimpiyadalarda yaxşı məsələn yer tutub bu cürlə. Böyle kostyum, şalvar, qalstuk geyimi də bu cürlə. İstəyirmiş ki, xaricdə, Avropada dərs oxuya. Ağa Fəxri Tehrani. Ağa Fəxri Tehrani. Çox əcibdir. Adam əvvəl çox da mühüm deyil insan necə, sonrası adam mühümdür. O bəzi mərifət əhli buyururlar ki, hamı bir o axırdan qorxur, mən əvvəldən qorxuram. İnsan bəzən bir işlər görür ki, aqibət bir xeyr olur. Aqibət bir xeyr olur. O ki, aqibəti pis olur, aqibət mənası odur ki, yəni əvvəldə nəsə bir xarab iş görür. Baxmayaraq ki, əvvəldə mömin idi. Baxmayaraq ki, əvvəldə çox gözəl bir mühitdə dünyaya gəlib, böyüyüb, başa çatıb falan, alim ailəsi olsun da bir də. Amma o insanın əməlləri səbəb olur ki, o aqibət bişər olsun. O Ağa Fəxri Tehrani bir dəfə hazırlaşırmış bir neçə günə gedə xaricdə dərs oxuya. Avropada, Amerikada ki, İrandan o zamanda da gedərmişlər və hər kəsə nəsib olmamış. Tək-tük əfrada. Çünki tək-tük fərdlərə nəsib olmuş deyənə belə adamları da tanıyırmışlar. Ha falan kəs adı çıxırmış da cəmiyyətdə. Ha falan kəsdir, ha bu falan kəsdir. Məsələn, gedir, o falan ölkəyə gedir. Bizim ölkənin tərəfindən məsələn deyir, İran tərəfindən gedir falan ölkədə dərs almağa. Deyir, bir neçə gün qalıb işte səfərinə. Qohumlarının ya dostlarının birinin evinə qonaq gedir. O da mömin adam olur. Deyir, gedək biz yaxında məsciddə namaz qılaq gələk. Gedirlər, bu da çox da elə mömin, mütədəyin adam olmayıbdı o vaxtda. Elə ancaq dünyavi elmlərlə məşğul olurmuş. Gedib məsciddə namaz qılırlar. Məscidin də piş namazı axundu, böyük alim, arif ağa Şeyx Murtaza Zahid ağa olubdu. Şeyx Murtaza Zahid ağa. O ki namazdan sonra hamı görüşür, əl verir, Allah qəbul etsin filan. Bu ağa gəlir, Ağa Fəxri Tehrani buna tanıtdırır ki, ağa filan kəsdir ha. Filan kəsdir ha bu, yəni adı ki çıxıb bu gedəcək dərs oxumağa filan bu cürlə bizim ölkənin belə desək fəxri kimi buna tanıtdırır. Ağa buna bir iki dənə sual verir ki, yəni Allahla aran necədir məsələn belə. Bu da belə qoş-qabağın ki, nə? Yəni nə? Allahla aran necədir? Bu cür suallar çox buna yad gəlir, bu nə sözlərdir ki, insan Allahla aramız necə ola bilər ki, məsələn belə yad gəlir də bu sözlər. Nəsə tamamlanır söhbət, gəlirlər evə. Bu Şeyx Murtaza Zahid ağanın nəfəsi o qədər bunda təsir qoyur. Məsələn, bunun elə bir ki, o xiyal qüvvəsini təsərrüf edir, yadından çıxmır bunun. Elə bir şeylə sonra buna əlaqə saxlayır bu qohumunla ki, deyir, ağa, olar deyir, bir də o ağanın yanına gedək. Deyir, niyə olmur ki, məsələn, gələn gətirir onun məscidinə, gələ də biraz söhbət edir, onunla bunda o dəyişkənlik baş verir. Təsirini vurur. Bir dəfəlik xaricə getməyin fikrindən daşınır. Bu Rəbbani alimlərdə bu cür təsir var da, bu cür təsir var. Sözümün canı nədir? Belə bir şəxsiyyət o İmam Zamanla rabitə məsələsinə yadıma düşdü birdən qəfil ki, belə bir şəxsiyyət əvvəli bu cür fikirli, xaricə bu cür getmək, o alimin bərəkətindən Ayətullah Şeyx Murtaza Zahid ağanın onun da əcəb qərib dəstanları var. İnşallah söhbətlərimizdə gərək o ağandan yad eləyərik. Çox əcib kəramətli insan olubdu. Bir dənə onun görüşünə getməklə bir neçə saniyə, bir neçə dəqiqəliyində bunda təsir edir. Məlumdur ki, bir zatı pak olub da, bir qabiliyyəti olubdu. O da elə belə deyil. Bəzən biri bir insana bir fəqirə kömək eləyir. Baxmayaq ki, heç namaz qılan deyil. Bir ehtiyaclıya bir kömək eləyir, harasa bir yaxşı bir iş görür. O bir nur olur. Hədislərimizdə də var, bunun kökü hədislərimizdədir, Quranda da işarə olunurlar. Bəzən bir kiçik bir əməl xeyrə səbəb olur. Allah elə qapı açılır ki, Allahdan hidayəti insan qəbul eləyə bilsin. Allahdan hidayət hamı üçün gəlib. Quran Allah buyurur, Hudən linnas, bütün bəşəriyyət üçün, amma hər kəsdə o qabiliyyət yoxdur. Kimdə ki bir zərrə bir əxlaqiyyət, bir gözəl xoş sifət var,
Diqqət edirsiniz? Bəzən evində, bəzən qonşu ilə falan o səbəb olur ki, bir nur düşür qəlbinə ki, Allahın növbəti hidayətini də qəbul eləməsin. Diqqət edirsiniz? Çox mühüm məsələdir bu. Ustad, bağışlayın. Yəni hidayət olmaq üçün belə başa düşdük ki, yəni insanın özündə bir fitrətində bir qabiliyyət olmalıdır. İnsanın özündə bir mənəvi hazırlıq olmalıdır. Həm fitrətində, həm də ixtiyaridir biz özümüzdə qabiliyyət yaradaq. Murtaza müəllim. Mühüm nöqtə budur. Bəli, bəli. Diqqət edirsiniz? Mühüm nöqtə budur. Bəzən mümkündür biri kafir ailəsində dünyaya gəlsin. Aydındır? Çox da onda fitri, çox da istedad mümkün də olmasın. Məsələn, mühit baxımından, şərait baxımından, gen baxımından mümkündür. Amma ixtiyaridir. Nə çox belə qeyri-müsəlmanlar görürsən müsəlman olublar. Hansısa bir yaxşı bir əməlləri olub, nəsə bir olubdur, nəsə bir şey olubdur. O Allahdan bir dənə bəzən xoş niyyət belə təsir eləyir, mələkut aləmində təsir eləyir. Əcibdir. Bir dənə niyyətin belə görürsən Allahın rəhmətini insan cəzb eləyir.